Quranda keçən kəlmələrin sayında rəqəmlərin elə bir uyğunluğu var ki, bunu bilən adam Quranda hər bir kəlmənin sayının belə bir məna ifadə etdiyini görə bilər. Məsələn, Quranda gün mənasına gələn yevm kəlməsi 365 dəfə keçir. Tam da bir ildə olan gün sayı qədər. Və ya günlər mənasına gələn əyyam kəlməsi 30 dəfə keçir. Bir ayın 30 günü kimi. Ay mənasına gələn şəhrun kəlməsi bir ilin 12 ayına işarət edər kimi 12 dəfə keçir. Əlavə olaraq əks mənalı sözlərin də say olaraq bir-biri ilə əlaqəsi olduğunu görürük. Məsələn, mələk və şeytan kəlməsi hər ikisi 88 dəfə keçir. Və ya cənnət və cəhənnəm kəlməsi 77 dəfə keçir. Qadın kəlməsi 24, kişi kəlməsi də 24. Səbr və sıxıntı hər biri 12 dəfə. Həyat və ölüm ikisi də 145 dəfə. Fayda və zərər 50 dəfə. İman və inkar 25 dəfə. Dünya və axirət 115 dəfə. Hətta bu əks mənalı bəzi kəlmələr arasındakı rəqəm sayı baxdıqda sanki bizə bir şey anlatmağa çalışır. Məsələn, cəza kəlməsi 117 dəfə keçərkən, sanki Allahın əffinin qəzəbini keçdiyini göstərmək üçün əff etmək kəlməsi 2 qatı qədər 234 dəfə işlədilir. Və ya Allahın bütün məxluqatına, mömin olsun, kafir olsun, aralarında fərq qoymadan hər bir məxluqata qarşı sonsuz mərhəmətini göstərən mənasına gələn Rahman ismi 57 dəfə, amma dünya və axirətdə möminlərə mərhəmət edən, onlara saysız hesabsız nemətlər verən mənasına gələn Rahim ismi isə 2 qatı qədər, yəni 114 dəfə keçir. Quran 23 ildə baş verən hadisələrə uyğun olaraq hissə-hissə enib. 1400 ildir insanlar arasında ağızdan ağıza gəzərək, üzərinə minlərlə təfsirlər, məallar, əqidə kitabları, fiqh kitabları yazılacaq qədər mənalı ayələrə, surələrə sahib bir kitabdır. Bir kitabın həm hər bir cümləsini əsrlərlə danışılacaq qədər mənalı yazmaq, həm də buna baxmayaraq içindəki kəlmələrin rəqəm sayında belə bir məna yaratmaq insan işi olmayacağını ağlı yerində olan hər bir insan anlayar. Keçən bir videomuzda Qurandakı sözlərin oxunuşunda çıxardığı səsləri ilə özünü ifadə etməsindən ətraflı danışdıq. Bu həmin videonun ikinci hissəsidir. Hətta o videonu çəkəndən sonra daha çox örnək varmı deyə ayələrə baxmağa başladıq. Və qarşımıza çox təəccübləndiyimiz ayələr çıxdı. Örnək olaraq Vaqiə surəsi 83-cü ayənin məalında "Dan boğaza gəldikdə onu geri qaytarın görək" deyə bəhs olunur. Həmin ayənin ərəbcəsinə baxsaq, "Fələvlə izə bəlağatil hulqum" kimi ifadə olunur. Diqqət etsək, sanki doğrudan da ayədə "Fələvlə izə" hissəsində normal səs ilə bizə oxudulur. Bəlağatil dedikdə gücü boğaza gətirir, sanki boğaza bir ağırlıq çökür. Hulqum dedikdə isə boğaza gətirdiyi gücü çölə çıxardır. Ayə birbaşa bizə meydan oxuyur. Fələvlə izə bəlağatil hulqum. Tam boğaza gəldi, amma geri qaytara bilmədik. Başqa bir örnək. Məsələn, Ənam surəsi 125-ci ayənin məalına baxdıqda, Allah kimi doğru yola yönəltmək istərsə, onun köksünü İslam'a açar deyə bəhs olunur. Ərəbcəsinə baxdıqda cümlənin sonunda köksünü İslam'a açar hissəsi köksümüzə açıb nəfəs aldırır kimi "Ey yəhdiyahu yəşrah sadrahu lil-İslam" deyə ifadə olunur. Həmin ayənin ikinci cümləsinə baxsaq, kimi də azdırmaq istərsə, onun da köksünü göyə çıxarmış hissəsinə daraldar, sıxar deyə tam tərsindən bəhs olunan ayənin ərəbcə oxunuşu isə sanki doğrudan da boğazımızı sıxıb nəfəsimizi kəsirmiş kimi "Kəənnəmə yəssə'du fis-səmə" deyə ifadə edilir. Baxırıq ki, tam da yerində köksümüzü açmaqdan danışan ayədə "Yəşrah sadrahu" deyə ifadə olunur, nəfəs aldırır. İkinci cümlədə köksümüzün daralmağından, sıxılmağından danışanda "Yəssə'du" deyə sanki boğazımızı sıxırmış hissəsinə ifadə olunur. Quranın bütün hərfi, kəlməsi, cümləsi Allah kəlamı olduğunu açıq şəkildə göstərir. İndiyənə kimi Quranın elmi və ya tarixi tərəfdən möcüzələrini anlatmağa çalışırdıq. Amma çoxumuz bilmirik ki, Quranın ən böyük möcüzəsi onun bəlağatıdır. İnşallah bir gün YouTube-a da bunun ardını çəkər. Quranın bəlağat möcüzəsi dedikdə nəyə nəzər tuturam? Bir örnək verim. Fonologiya adlanan bir elm var. Bir növ təbiətdən çıxan səslərin kəlmələrə dönüşməsini öyrənən elmdir. Bu səslər dünyadakı hər bir insanın aşina olduğu səslərdir. Məsələn, sənə desəm, qapını döymə səsini mənə kəlmələrlə ifadə elə, ağlına ilk tık-tık və ya maksimum tak-tak gələr. Mö desəm ağlına inək, mə desəm boyun gələr. Quranda da tam eyni bu sistem var. Məsələn, Qamər surəsi 1-ci ayədə ayın yarılmasından bəhs olunur. Ərəbcə qarşılığı belədir. Mən şaqqal qamər. İndi belə mənə bir şeyin ikiyə yarılmasını dillə necə ifadə edərsən desən, şaqq etdi, yarıldı deyərəm. Ayə də özünü tam o cür ifadə edir. Mən şaqqal qamər. Ay yarıldı, şaqq etdi, yarıldı kimi. Başqa bir ayədə belə deyilir. Xeyr, can boğaza çatanda çarə tapan yoxdurmu deyilər. Baxanda görünür ki, insanın ölüm anından danışılır. Yəni insanın birinə canını təslim etdiyi an. Ərəbcəsinə baxsaq, "Vaqilə mən raq" sanki insanın ölüm anındakı o xırıltı səsi. Qurban kəsənlər daha yaxşı bilər. Daha maraqlı bir örnək verəsi olsam, Yusuf surəsi 15-ci ayədə Yusuf əleyhissalama qardaşlarının tələ qurub quyuya atmaqlarından bəhs olunur. Alimlərimiz Yusuf əleyhissalamın atıldığı quyuda su olub olmadığını ilk başda anlamayıblar. Sonra ayənin fonetikasına baxıblar ki, ayənin ərəbcəsi "Vayəbətin cüb" deyə ifadə olunur. Buradakı cüb səsinin suya işarət etdiyini görüb, quyuda su olduğunu sonradan qəbul edirlər. Bu hələ mənim bildiyim bir-iki örnəkdir. Gör bilmədiyimiz nələr var.
Bundan bir önceki videoda Quranda günəş mənasına gələn Şəms surəsindən danışmışdıq. Həmin bu surənin bütün ayələrinin axırı sanki günəşin hidrogen və heliumdan ibarət olduğunu göstərilmişcəsinə hə hərfi ilə bitməsinə diqqət çəkmişdi. İstər-istəməz insanın ağlına bir sual gəlir. Məsələn, Quranda Qamər, yəni ay mənasına gələn surə də var. Əgər Şəms surəsində belə dərin məna varsa, görəsən Qamər surəsində də bu cür mənalar görmək olar? Ümumiyyətlə ayın hansı elementlərdən təşkil olunduğuna baxsaq, günəşdəki kimi dəqiq önə çıxan bir element olmadığını görərik. Əsasən dəmir, maqnezium, alüminium və s. kimi digər maddələrdən təşkil olunur. Amma diqqət eləsək, bu elementlərin gözə çarpan bir ortaq cəhəti var. Ayın tərkibi olan bu elementlərin hər biri sərt elementlərdir. Əgər indi Quranı açıb ay surəsinə baxsaq, gözümüzə açıq-aydın bir şey dəyəcək. Bu surənin bütün ayələrinin axırı qəribə bir şəkildə sanki ayın ancaq sərt elementlərdən təşkil olunduğuna işarə edirmiş kimi, ərəb əlifbasının ən sərt oxunan hərfi olaraq bilinən ra hərfi ilə bitir. Baxın, bir neçə ayəsi demirəm. Bu surənin bütün ayələrinin axırı ra hərfi ilə bitir. İqtarabatis-səatu və enşaqqal-qamar deyə başlayır. Digər ayələrin sonluğu müstəmir, müstəqir, müzdəcar kimi bitir. Hətta daha maraqlı tərəfi, diqqət elədiksə, az öncədən bəri gördüyümüz qəsdi olaraq ay surəsində bu qədər gözümüzə batan ra hərfi ərəb əlifbasında ən çox aya bənzəyən hərfdir. Demək ki, bu hərfin ay surəsində bu qədər işlədilməyi boşuna deyil. İndi düşünək, bir insanın bunu bu cür yaza bilməsi üçün birinci ilk başda ayın sərt elementlərdən təşkil olunduğunu bilməlidir. İkinci, bir surənin adını ay qoymalıdır. Üçüncü, həm cümlələri insanlara əsrlərlə xitab edəcək qədər dərin yazmalıdır, həm də bu dərin cümlələrin mənasını örtmədən həmin cümlələrin axırını ayın sərt elementlərdən təşkil olunduğunu göstərmək üçün ərəb əlifbasının ən sərt hərfi ilə bitirməlidir. Dördüncü, gözə çarpmaq üçün bu surənin bir ayəsini yox, bütün ayəsini bu hərflə bitirə bilməlidir. Beşinci, hərfi elə seçməlidir ki, həm əlifbanın ən sərt hərfi olsun, həm də ən çox aya bənzəyən hərf olsun. Və başqa saya bilməyəcəyi minlərlə hikməti. Gəlin səmimi danışaq, nə qədər təsadüf ola bilər ki, bu qədər məna üst-üstə düşsün? Və ya hansı insan ağlının bunu eləmək gücü yetər? Heç düşünürük ki, biz hələ Quranın hərflərinin nələr deyildiyini anlamağa çalışırıq. Bəlkə də bu hərflərdən anladığımızın 1% belə deyil. Hər halıyla bu örnəkdə Quranın Allah kəlamı olduğunu bizə açıq-aydın göstərir. Deyələm ki, bir gün qabağımıza bir vərəq qoyduq və başladıq bir şəkil çəkməyə. Hər detayına, xəttinə, ölçüsünə diqqət eləyə-eləyə axırında hər kəsin bəyənəcəyi bir şey ortaya çıxdı. Fitrətimizdə var, nəsə yaxşı bir şey görə bilmişiksə, bunu kiməsə anlatmaq, göstərmək istəyirik. İndi çəkdiyimiz bu şəkilə görə bir dostumuzu çağırırıq ki, bax gör necə çəkmişəm. O da baxır, düşünür, qayıdıb bizə, bunu hansı heyvan çəkibsə, çox bacarıqlıdır deyir. İndi belə deyəndən sonra, əgər şuurumuz varsa fikirləşəcəyik ki, bu ya havalanıb, ya da mənə heyvan deyib dava salmaq istəyir. Demək istədiyim odur ki, bu şəkli bir heyvanın çəkə biləcəyinə niyə ehtimal vermədik? Niyə birbaşa ağlımız heyvanın bunu bacara bilməyəcəyini bizi razı saldı? Çünki heyvanların əlinə qələm alıb bunu bu cür çəkə biləcək şuurda olmadığından və ya insan kimi düşünüb oturub bir şey edib etməmə və ya yaxşını pisdən seçmək kimi qərarlar verə bilməyəcəyindən əminik. İndi desəm ki, bir balıq var ki, üzgəclərlə mükəmməl belə ölçüb biçilmiş naxış çəkə bilir. Hətta video ilə də sübut eləsəm. Bax, birbaşa məntiqimin mənə dediyi ilk şey, bu balıq əsrlərlə də bir dənə qarmağın nə olduğunu öyrənə bilmədi ki, bu insanlara yem olmaqdan qurtulsun. İndi dəqiq ölçülərlə bu naxışı necə çəksin? Yəqin video nəsə montajdır, montaj olmasa da bu balığın yaradan kimdirsə, bu məlumatı öyrədən də odur. Ağıl və məntiq bunu qəbul edir. Yer gəlmişkən belə bir balıq var həqiqətən də. Kirpi balıq bu işi üzgəclərindən görür. İlk dəfə bu sənədi filmi görəndə başa düşmürdüm nə edir. Amma kamera uzaqlaşanda o qrafiki görəndə ilk ağlıma gələn fikir, bütün bu heyvanlar hər dəfə biz insanları bəyəndirəcək, təəccübləndirəcək, həyəcanlandıracaq bu işləri ən mükəmməl şəkildə görməsi idi. İlk başda dediyim kimi, bir qarmağın nə olduğunu əsrlərlə də öyrənə bilməyən bu balıq, bu mükəmməl memarlıq işini görməyə bu işin arxasında balığın yox, birbaşa Allahın olduğunu açıq şəkildə göstərirdi. Hətta elə dizayn olunmuş qrafikdir ki, erkək balıq bu qrafiklə dişi balıq özünə çəkir, dişi balıq əgər bəyənsə, gəlib yumurtalarını tam ortasına qoyur. Bu qrafiklərin quruluşu da yumurtaları axıntılardan qoruyur. İndi düşün ki, bunu görəndən sonra bütün kainatı qüsursuz xalq edən Allah sənət əsərlərindən bizə özünü tanıdır deməyə əvəzinə qayıdıb bu işə elə balığın özü görür desək. Gör belə deməklə bütün bu mənaların nə qədər üstünü örtmüş oluruq. Şuurlu insan belə dünyaya gələndən 6-7 il sonra qələm tutmağı ancaq öyrənir. Quran oxuyanda bəlkə də ən çox qarşılaşacağımız mövzulardan biri Günəş, ay, gecə, gündüz, planetlər və s. kimi məsələlərdir. Çox vaxt bu ayələri oxuyanda Günəşdir, aydır, planetdir də sadəcə bəhs olunub deyə düşünüb, altında nə qədər böyük elmi məlumatlar olduğunu görməyə bilərik. Bu mövzudan qabaq bəzi məlumatlar verəsi olsa, ümumiyyətlə adi gözlə göy üzünə baxsaq, hərəkətsiz bir kainatda olduğumuzu düşünərik. Kainatdakı, kosmosdakı bu qüsursuz böyük fəaliyyətlər ancaq teleskopun kəşfindən sonra anlaşılır. İlk başda insanlar dünyanı sabit, Günəşi isə dünyanın ətrafında döndüyünü zənn edirdilər. Bu məlumatın yanlışlığı isbatlanandan sonra zamanla Kopernik, Kepler, Galilei ilə başlayan teoriyalar qəbul görüb, Günəşin əslində sabit durduğuna, bütün planetlərin və dünyanın isə onun ətrafında döndüyü düşünüldü.
Bu o vaxtlar üçün çox önəmli bir kəşf idi. Ardınca astronomiya elmi və teleskoplar inkişaf elədikcə tam tərsinə əslində Günəşin də bir ox üzrə hərəkət elədiyi, dünyanın və planetlərin də hərəkət edən Günəş ətrafında döndüyü kəşf olundu. Baxın, hal-hazırda Günəş ətrafında olan planetlərlə birgə saatda 720 min kilometrdən daha böyük bir sürətlə Vega ulduzuna tərəf gedir. Elə bil Vega ulduzunu bir nişangah kimi düşünün. Günəş də bir ox kimi nişangaha doğru sürətlə gedir. Bu məlumatları öyrəndiyimizə görə indi Qurandan oxuyacağım ayələri diqqətlə qulaq asaq. Günəş də özü üçün müəyyən olunmuş qərar yerinə doğru axıb getməkdədir. Bu aziz və alim olan Allahın təqdiridir. Nə Günəş aya çata bilər, nə də gecə gündüzü keçə bilər. Hər biri bir məcra üzrə üzür. O gecəni, gündüzü, Günəşi və ayı yaradandır. Hər biri bir məcrada üzüb gedər. Fikir versək 2-3 dənə ayədə bütün Günəş sisteminin necə işlədiyi, ümumi planetlərin necə hərəkət etdiyi, Günəşlə birgə təyin olunmuş bir istiqamətə doğru sürətlə getdikləri və hər birinin öz məcrası olduğu qüsursuz şəkildə açıqlanıb. İndi baxın, biz son əsrlərdə astronomiya elminin inkişaf etməsi ilə, teleskopların təkmilləşməsi ilə kəşf etdiyimiz məlumatları 14 əsr qabaq bir kitabda necə yazmaq olardı? 15-16-cı əsrlərdə Günəş dünya ətrafında dönür və ya Günəş yerində sabit durub kimi yanlış elmi məlumatlar bütün dünyada doğru qəbul edildiyi halda Rasulullah sallallahu aleyhi və səlləm 6-cı, 7-ci əsrdə necə çıxıb ən doğru məlumatı vermiş ola bilərdi? Sırf buna görə ateistlər bu cür örnəkləri görəndə bu əslində İslamdan qabaq bilinən bir məlumat idi deyirlər. Çünki Qurandakı məlumatların günümüzdə kəşf olunan təsdiqini tapmış elmi məlumatlarla üst-üstə düşdüyünün fərqindədirlər. Biz müsəlmanlar da bunun ancaq Allahın vəhy etməsi ilə bilinəcək bir məlumat olduğunu fərqindəyik.